Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində Sadıllı qəsəbəsində 4,5 sot torpaqda qarşıda gördüyünüz bax belə bir daşınmaz əmlak satılır. Hal-hazırda siz bağçasını görsünüz. İki tərəfdən deməli kubiklə hörülüb. Mənə elə gəlir qonşular tərəfdən sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. Hörmətli və dəyərli insanlar, xahiş olunur videoları bəyənin. Hal-hazırda siz deməli bağçasını görürsünüz. Təxminən ondan çox ağac növü var. İndi isə mən həmin daşınmaz əmlakın xarici görünüşünü sizə göstərirəm. Hündür darvazası var. İndi bax bu daşınmaz 4,5 sot torpaqda yerləşən daşınmaz əmlaka işıq, qaz, su xətləri çəkilib. Həmin sənədlə, yəni çıxarış olduğuna görə həmin xətləri çəkmək mümkündür. Yəni çətinlik yoxdur. İndi isə hamamını göstərirəm. Bax hamamı bu cürdür. İstilisemi 2 minutkadır. Sol koridor proyektlidir. Sol tərəfdə deməli bax belə bir mətbəği var. Bax sol tərəfdə həmin mətbəği görürsünüz. Bura isə deməli köhnə tikili vəziyyətdədir. Polu taxtadır. Yəni yaşayış var. Hal-hazırda yaşayış yoxdur, ancaq vaxtilə yaşayış olub. Bura isə deməli zalıdır. Bax belə bir daşınmaz əmlakın qiyməti 52.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə ikinci otağa keçirəm. Bax ikinci otağında polu taxtadır. Yəni pollar möhkəm materialdır polu. Bura isə deməli ikinci otaqdır. 4,5 sot torpaqdır. Sənədi yenidən təkrar etdim bu sözü. Çıxarışdır. Asan xidmətdə alqı-satqı gedən sənəddir. Qiyməti 52.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.